Müəllim, vəfa qəhrəman 15 may 2025-ci ildə nə edərək yadda qalıb? A. Dünya səyahət edib, B. Cənub qütbünə çatıb, C. Everestdə qalxıb, yoxsa D. Bürc Xəlifəyə çıxıb? Onun haqqında eşitmisiniz? Heç bir məlumatım yoxdur hal-hazırda. Yəni çalışacağam bu cavabların içində aydınlaşdırmağa. Yəni bəlkə siz ictimai radio qulaq asırsınız. Çünki may ayında Vəfa xanım həm də bizim radionun qonağı olmuşdu. Ən mühümləri burada Cənub ən əsas, ən mühüm məlumat burada. Ən çətini hansıdır? Cənub qütbünə çatmaq. Mənə elə gəlir ki, Cənub qütbünə səni gətirirlər. Biraz oradan o yana da isti geyimdə qütbün istədiyin nöqtəsinə aparırlar. Yenə gətirib düşərgəyə düşürdüb evə göndərirlər. Yox? Məncə Everestə qalxır. Bu son qərardır? C. Everestə qalxıb son qərardır. Bu varianta inanmırdınız. Sonda bunu seçdiniz. Niyə? Yəni ən çətini mən fikirləşdim ki, odur. odur. O ilk Azərbaycan vətəndaşı olan qadındır ki 15 may 2025-ci ildə Everestdə qalxıb. Bu barədə hər yerdə yazılmışdı. Bütün radio və televiziyalar bu barədə danışırdı. Bu xəbər sizdən necə yan keçib bilmirəm. İstənilən halda Vəfa xanıma verilişimizə baxdığını bilərək böyük salamı göndərirəm.